Validə müəllimə, rus dilini öyrənərkən şagirdlərin ən çox çətinlik çəkdiyi mövzular hansılardır? Mövzular belədir ki, yanıtmac öyrənəndə, əsas yanıtmac öyrənəndə, çünki yanıtmac dil məşqinə xidmət edir və uşaqlar üçün bu ən çətin, nəinki uşaqlar üçün, həm də böyüklər üçün çətin mövzu təşkil edir. Rus dilini yeni öyrənənlərə hansı tövsiyələri verərdiniz? Əlbəttə ki, rus dilini yaxşı olardı ki, lap uşaqlıqdan öyrənsinlər, amma ki, hər bir yaşda onu olar, yalnız özlərinin çox səy göstərib, necə deyərlər, çalışmaqlarından çox şey asılı olacaq. Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Buyurun.